Hazırda istixanalarda müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirilir. Minbir əziyyətlə və xüsusi qulluqla becərilən bu məhsullar yetişdikdən sonra bazarlara çıxarılır. Yetişdirdiğimiz paniklər 1 hektardır. Yetişdirdiğimiz paniklər pomidordur. Yetişmə müddətini azalır inşallah. Yaxın müddətdə inşallah çıxacağıq Naxçıvan bazarına bunu Allahın köməkliyi ilə. Artıq olanda Bakıya yollayırıq malımızı. Təsərrüfatçıların sözlərinə görə məhsulların yetişdirilməsi zamanı mütəxəssislərin fikirlərinə diqqət edilir, ştillər isə xüsusi şəraitdə becərilir. Şərur rayonundan Naxçıvana ştil özümüz veririk. 2-3 putluq panikimiz, ştilxanamız var. Yetişdirilmiş ştillərdə pomidor xiyar ştillərdir, bibardır, qarpızdır, yemişdir. Toxumunu da qardaş ölkədən gətiririk. Agronomumuz var, agronom baxır hamısına yetişdirməyinə. Məhsullarımızın satışını da Naxçıvan bazarlarına veririk. Artıq qalanda da Bakıya yollayırıq. Beləliklə, istixana təsərrüfatları Naxçıvan bazarının mövsümündən asılı olmayaraq məhsulla təmin olunmasında mühüm rol oynayır. Digər tərəfdən məhsul bolluğu yaratmaq və bazarın tələbatını qarşılamaq da əsas hədəflərdəndir. Tərlan İbrahimova, Arzu Sadiqov, NTV Xəbər.